Salam Adil bəy. Necəsiniz? Sağ ol, Xoş siz gəldiniz. necəsiz? Buyurun, çox sağ olun. Sonra mən sizi dəvət eləmişəm ki, bağ evimi satışa çıxartmışam və sizi də bu məqsədlə çağırmışam. Bəli. Bağ özü Güladil qəsəbəsində yerləşir, amma Novxanıdan bura daha çox yaxındır. Hardasa 3-4 dəqiqəlik yoldur Novxanı yolundan buraya. 12 sotun özünün içində yerləşibdir bağ ev. Evin toplam sahəsi 400 kvadrat metrdir. 3 mərtəbədən ibarətdir. İlk 2 mərtəbəsi yaşayış sahəsidir. 3-cü mərtəbə isə mansarddır, qapalı mansarddır. Birinci mərtəbədə zal, mətbəx, bir yataq otağı, sanuzel və eyni zamanda da geniş koridoru var. İkinci mərtəbəsindən 4 yataq otağı yerləşir. Buranın birinci yataq otağı. İkinci mərtəbənin birinci yataq otağı. Tam sahəsi 25 kvadrat metrdir. Bura olduqca geniş, mebellərlə təchiz olunmuş. Buranın da sahəsi hardasa 25 kvadrata yaxındır. Üçüncü mərtəbəsi isə dediyim kimi qapalı mansarddır. Mansarddan hər yerə mənzərə açılır. Həm bağ evinin arxa tərəfinə, eyni zamanda hər mərtəbənin üzündə də sanuzel var. Üçüncü mərtəbədə mansardda da sanuzel qovşağımız var. Hətta sauna da var. Həyətin üzündə də hovuzun digər tərəfində də əlavə bir sanuzel var. Toplam belə deyək də 4 sanuzel qovşağı var. Yəni bizdə burada dekorativ bağdır. Toplam hardasa 26 ədəd şam ağacımız var. 6 ədəd payma ağacımız var, digər limon ağaclarımız var, qazon örtüklü bağ həyətidir. Toplam sahəsi 4 sotdan biraz çox olar. Gedək yaxından tanış edək. Buyurun. Bizim samaşıqlardır. Aprel ayından sonra may aylarında çiçəkləməyə başlayır. Ay maşallah, nə gözəl. Ağacların hamısına necə lazımdır qulluq olunur. Təzəlikcə bu yaxınlarda belə deyək də ağacları budamışıq. Ağacların hamısına dekorativ belə deyək də bir görkəm vermişik. Əla. Divar da yaxşı işlənib. Bəli, bəli. Divarların hamısı işlənmiş. Bir kişiyizdir. Qazonun özünün suvarma sistemi belə deyək də yay aylarında bura bir xətt çəkdirmişik biz, əlavə xətt çəkdirmişik. Su özü daimi belə deyək, günün müəyyən saatlarında gəlir, qazonu suvarırıq da. Bu bağın özünün fərqli bir gözəlliyi var. Burada yayda da, qışda da hər cür necə deyirlər, zövq almaq mümkündür. Yay aylarında hətta beləncəsinə ot biçənlər gəlib
Yəni sırf bu bağda otları biçmək üçün, qazonu sərgiyə salmaq üçün və bu ağacların yaşıllığından zövq almaq üçün tez-tez buraya gəlirəm. Ailəmlə birlikdə. Maşallah çox gözəl Çox sağ olun. düşünülüb. İnanıram ki, izləyicilərimizin də xoşuna gələcək. Bunlar 2018-də əkilən ağaclardır, hə? Bu ağaclar, xeyr, binanın özü, evin özü 2018-ci ildə tam tikilib, təmir olunub və yaşayışa başlamışıq 2018-ci ildə. Ağaclar isə belə deyək 2021-ci ildə buranın belə deyək Landşaftın qazon örtüyü ağacların əkilməsi. Bu ağaclar əkiləndə balaca idilər, çox kiçik ağaclar idilər. 3 ərzində, 4 ərzində böyüdülər. Yəni yeni salınmış bağdır belə deyək. Çox istərsəniz ki, bisetka tərəfə. Möhtəşəm. Adil bəy, davam edək. Davam edək, bəli. Bisetka ilə istəyərdim. Bisetka və hovuz tərəfə sizdə gedək. Burası söhbətgah. Burası söhbətgahımızdır, bəli. Sağ tərəfi belə deyək sarmaşıqlarla Bunlar da örtülüb. gül açır. Bəli, bəli, gül açır. Bunlar da gül açırlar. Çox qəşəng gül açırlar. Toplam hardasa 10 nəfərlik insanın yerləşə biləcəyi bir söhbətgahdır. Vaxtımızın çox hissəsini burada keçiririk belə deyək yay aylarında. Hovuzdan çıxandan sonra yəni Bəli. başqa bir zövq var burada oturub əyləşib istirahət etməyin. Hovuzumuz deməli 10 metrənin 5 metrə toplam belə deyək də 10 metr uzunluğu 5 metrdə eni olan hovuzdur. Dərinliyi hardasa 1.60-dır. Hovuzun özü motorxanası var. Buranın motorxanası harda yerləşir? Buranın motorxanası bisikletlərin bir hissəsindədir. Buradan dərindədir deyək. Motorxanası, filtrasiya sistemi var. Bütün onadır, bəli. Armaturla toxunmuş hovuzdur. Bəli. Həyətdə digər bir sanuzeli uşağı var. Hovuzdan çıxdıqdan sonra duş almaq üçün. Burada. Bəli. Yay mətbəxi kimi nəzərdə tutmuşduq. Fikrimiz var idi ki, buranı cam balkon eləyək, amma belə deyək, satışla əlaqədar olaraq dayandırmışıq bu planımızı. Amma bura bildiyiniz kimi çox yaxşı yay mətbəxi kimi istifadə oluna bilər. Manqal da eyni zamanda burada tikmək mümkündür. Çox olduqca geniş ərazidir. Ora nədir? Bu isə belə deyək, qaraja girişdir. Burada bizim garajımız da var. Qapalı garajımız var. Maşının çox rahat şəkildə yerləşə biləcəyi garajdır. Garajın özü pult sistemi ilədir, açılıb bağlanır. Yəni olduqca geniş bir qarajdır. Bu qapı ara evə gedir. Bu qapı bəli, həyətə, yəni qarajdan maşından çıxdıqdan sonra həyətə birbaşa giriş etmək üçündür.
Evdə tanış ola bilərik, istəsəniz evə girək. Buyurun, evdə tanış edeyim sizi. Bura koridordur, geniş koridor. Birinci mərtəbənin koridordur. Sahəsi toplaması 30 kvadrata yaxın koridordur. Bura. Bəli. Yataq otağı. Bəli, yataq otağıdır. Toplam sahəsi 20 kvadrat metrlik yataq otağıdır. Birinci mərtəbədəki yataq otağıdır. Deməli, bir pəncərə hovuz tərəfə baxır. Digər pəncərə batır. Bəli. Tavanları hündürdür. Eyni zamanda mərtəbələrin arası monolit betonla belə deyək də hörülübdür. Yəni tam monolit evdir. Tam monolit evdir. Yerlə betonla. Bəli, yerdə tam monolit evdir. Bura mətbəxdir. Geniş mətbəximiz var burada hardasa 27 kvadratdan çox mətbəxdir ərazisi. Buradan da bağa mənzərə açılır. Burası zaldır. Burada zalımızdır. Geniş zal var birinci mərtəbənin. Toplam sahəsi 50 kvadrat metrdir. Evin özü kombi sistemidir. Bütün otaqların hər birində radiatorlar var. Mətbəxindən tutmuş zalımızın 2 dənə radiator sistemi var. Koridorda, mətbəxdə, yataq otağında, eyni zamanda sanuzel qovşaqlarında su şinkaları deyildir. Belə bir sistemi var. Bura birinci mərtəbənin sanuzelidir. Aynı zamanda burada kiçik bir kladovka da var. Kladovkadır. Biraz istəgəsiz vəziyyətdə ola bilər. İçəri zaman çəkə bilərsiniz. Aydındır. Dip tərəfə də giriş var. Qalxaq ikinci mərtəbəyə sizə tanış edeyim. Pilləkən də çox yaxşı yığılıb. Bəli. Yəni, hündürlüyü hardasa olar 13 sm və əziyyət vermir. İkinci mərtəbə koridor 32 kvadrat geniş koridora malik ikinci mərtəbə. İkinci mərtəbədə 4 yataq otağı var və yataq otaqların hər biri də mebellərlə təchiz olunubdur. Başlayaq birinci yataq. Birinci başlayaq bəli, yataq otağına başlayaq. Yəni, bu ikinci mərtəbənin birinci yataq otağı. İkinci mərtəbənin bəli, birinci yataq otağı. Toplam sahəsi 25 kvadrat metr olan yataq otağıdır. Buradan mənzərə hovuza açılır. Ümumlərə təchiz olunur. Burada yataq otaqları demişim. Bəli, çox geniş otaqdır. Çox geniş hündür otaqlar var. Bu üçüncü yataq otağıdır, ikinci mərtəbə. 30 kvadratlıq yataq otağıdır. Burada olduqca geniş, mebellərlə təchiz olunmuş yataq otaqdır. Buradan dəniz mənzərəsi görsənir. Burada dəniz mənzərəsi də var. Bəli, eyni zamanda bağa mənzərə də var. Dənizdə də mənzərəmiz var buradan.
İkinci mərtəbənin sonuncu yataq otağı. Bu yataq otağını uşaq üçün nəzərdə tutmuşduq. Böyle bir uşaq yataq otağıdır. Buranın da sahəsi hardasa 25 kvadrata yaxındır. Buradan da bağa mənzərə açılır, eyni zamanda dənizə mənzərə açılır və digər bir pəncərəsindən hovuza mənzərə açılır. İkinci mərtəbənin son zeynidir. Burada ikinci mərtəbənin son zeynidir. Duş kabinası. Bir bütün lazım olan hər şey var. Balkonudur. Bu balkondan da. Burada bəli mənzərə çox yaxşıdır. Çox gözəl bir mənzərə açılır. Əla, Bağımız gözəldir, deyilmi? gözəl. Davam edən mansard var. Mansardımız qapalı mansarddır. Sahəsi hardasa 130 kvadratdan çoxdur, belə deyək. Bura 130 kvadrat. Bura 130 kvadratdır, bəli, toplam mansard. Mansarddan hər yerə mənzərə açılır. Həm bağ evinin arxa tərəfinə, eyni zamanda ön tərəfinə hovuz tərəfində açılır mənzərə, bağ və dəniz tərəfində mənzərələr açılır. Mansarddan kiçik də olsa bəzi mövqelərlə təchiz eləmişik, yığıb qutara bilməmişik də, belə deyək. Bu da mansardın digər bir otağıdır. Buranı idman yeri kimi, belə deyək, nəzərdə tutmuşduq. Bura iş otağı kimi çox gözəl olur. İş otağı kimi də bəli istifadə etmək mümkündür və bu 3-cü mərtəbədə mansardda da sanuzel qovşağımız var. Hətta sauna da var. Hətta sauna da var. İndi gəlin. Bəli. 3-cü mərtəbənin də balkondan çıxaq. Balkondan çıxaq. Buradan da çox gözəl bir mənzərə var. Bayaq da qeyd etdiyim kimi, bütün torpaq sahəsi eyni zamanda bağ evinin özü kubçalıdır, çıxarışlıdır, öz adımadır. Əlavə belə deyək, təkrar olaraq da belə deyək, qeyd edeyim ki, 3 mərtəbədən ibarət olan villadır. Tam monolit evdir. Bəli, tam monolit evdir. Küncləri tam belə deyək də kolonludur, kolonla tikilmiş evdir. Adil bəy, Bəli. evin kommunal xidmətləri haqqında da məlumat verin. Suyu, qazı, işığı. Suyu, qazı, işığı daimidir. Sayğaclar var, həm suyun, qazın, həm də işığın. Hamısı da öz adımızadır. Adil bəy, əşyalar necə? Qalırmı? Əşyalar bəli, göstərdiyim kimi bütün otaqlar hamısı əşyalıdır, mebellərə təchiz olunubdur və bağ evi əşyaları ilə birlikdə satılır. Evdə qeydiyyatda olan adam var. Xeyr, evdə heç kəs qeydiyyatda deyil. Hüsam bəy, bir də bir məlumat da verin buranın havası haqqında. Bura yüksəklikdə yerləşdiyinə görə yay aylarında belə deyək, axşam vaxtları hətta burada belə deyək, insan üşüyür də. Yəni o qədər sərin və yaxşı havası olur ki, günün belə deyək də səhər saatlarında isə buranın istisi adamı heç də belə deyək, o tərlətmir, yandırmır. Çox beləsinə Buranın havası gözəldir, mən bilirəm. Xoşa gələn havası var, yüksəklikdə yerləşdiyinə görə. Novxanın görədili tanıyan adamlar bilirlər. Bilirlər ki, buranın havası necə olur. Bura izləyicilərimizə deyim ki, el arasında MVD bağları deyilən ərazidir, Görədil tərəfi. Bəli. Yəni buranın havası çox belə təmiz. Çox xoşa gələn havası var, bəli. Adil bəy, onda qiymətini də deyərdiniz, zəhmət olmasa. Əvvəl bağ evini 520 minə qoymuşdum, sonra 475 minə indirdim.
və hal-hazırda da xeyri işlə əlaqədar təcili satmalı olduğuma görə 400 minə endirmişəm. Belə deyək də, tam yaşanılacaq, özümüz üçün tikdiyimiz bir bağ evidir. Belə deyək, bu bağ evlərini alanlar qazanırlar, satanlar o qədər də qazanmırlar. Satanlar belə deyək, düzdür, xeyir iş üçün satırıq, amma satdıqdan sonra həmin pul müəyyən bir müddətdən sonra necəsə yox olur, amma xərclənir, amma alan üçün alan əmlak qazanır. Əmlaka sahib olur, belə bir yatırım qoyur bu cür. Əlbəttə, istər-istəməz torpağın da qiyməti qalxır. Əlbəttə, evlərin də qiyməti, Əmlak, bura hündür ərazidir, elit ərazidir. Deməli, ev tam monolit evdir, 3 mərtəbəli evdir. Baseyni 5-in 10-a, yəni yaxşı söhbətgahı var. Çox sağ olun, Adil bəy. Siz sağ olun, təşəkkür edirəm gəldiyiniz üçün, əziz çəkdiniz. Mən də təşəkkür edirəm ki, məni dəvət elədiniz. İnanıram ki, Allah müştərisini yetirər. Amin. Oldu. Çox sağ olun, təşəkkür edirəm. Siz sağ olun. Sağ olun.